Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Temu alış-veriş səhifəsindən sizləri salamlayıram. Bilənlər bilir, bilməyənlər üçün nəzərinizə çatdırıram ki, Temuda belə bir kampaniya var. Deməli, dostları dəvət etməklə hədiyyələr qazanmaq mümkündür. Bunun üçün dostlar, İlk öncə Temuya qeydiyyatdan keçmək lazımdır və səhifəniz varsa da təzədən yarada bilərsiniz. Çünki ilk dəfə keçməlisiniz qeydiyyatdan. İndi elə insan var, məsəl üçün qeydiyyatdan keçir, amma bilmir ki, belə bir kampaniya var. Onun üçün yeni Gmail ilə təzədən qeydiyyatdan keçmək olar. Və burada bir dəqiqə, fırladırıq 4 pulsuz hədiyyə. Deməli dostlar, burada yəni hamısında 4 çıxır, yəni bu sizin şansınızdır, yəni hamıya da verir. Deməli sizdən tələb olunan odur ki, siz 4 istədiyiniz hədiyyəni seçəsiniz. Məsəl üçün mən burada bu tərcümə aparatıdır. Bu mikrofonka oxşur. Bu tostların birinci hədiyyənin dəyərli hədiyyə seçmək lazımdır. Axtarın biraz. Bu da pis. Drone hakim var. Üçlü kamera. Dostlar, bu qəşəngdir, bax bu. Express kofe düzəltmə aparatı. Deməli, ilk onu seçdik. Təsdiqlədik. Birinci hədiyyəmiz o. Dostlar, deməli linkimiz YouTube'da altta qoymuşam və yaxud da yoruma buraxacağım. İkisindən biri axtarıb siz də istifadə edə bilərsiniz. Burada planşet var, qulaqçıq var, burada kablo var, sonra kartof qızartmaq, drone, deməli bizə lazım olan dikiş maşını da var. Biz seçirik. Nə seçək? Başa dönək bir dənə. Burada qulaqçıq var. Naqil ses. Deməli qulaqçıq yaşıl, qara, şəffaf sesli. Qulaqçığı da əlavə etdik dostlar. Artıq 2 seçimimizi etmişik. Sizə nə lazımdırsa, yəni burada çıxır. İstədiyinizi siz seçin. Və buradan da planşet istəyirəm seçəm. Dəyərli bir şey seçmək lazımdır. Pulsuz nə varsa seçməyə dəyər. Dostlar, burada notebook'dur. Olar. Sıvarka aparatına kim var? Deməli, drill var. Kapa. Oyun konsolu. İsə axtarırıq hələ ki. Başa dönək uşaqlar. Bəlkə biz bunu seçək. Kalankanı seçdik. Yoxsa kalanka deyil bu. Neysə, bir dənə də planşet seçək də. Yaddaş.
axırıncı çəkək yaxşısını. Deməli dostlar, kofe dəmləmə aparatı, qulaqcıq, Bluetooth-dan, 2 dənə də planşet. Deməli VC bizə nə verdi bu? 170 manat dəyərində idi seçdiyimiz mallar. Deməli dostlar, əsas məsələyə gəlib çıxırıq. 100 enerji olmalıdır. Onun bəzilərini sizə hədiyyə verir. Deməli, hədiyyə qablaşdır. Dostlar, bir çoxumuz bunu edə bilmirik. Nəyə görə? Mənə də yazırlar ki, qaqa, bunu etdik, 5-10 nəfər dəvət elədik, 100% enerji olmadı. Dostlar, ən azı 30 nəfər dəvət etmək lazımdır. Dəvəti də necə edirik, onu sizə izah edəcəm. Yəni bu boyda məhsulları hər kəsə verə bilməz axı. Yəni bunun üçün əlbəttə ki, nəsə etməlisən. Ən azı müştəri gətirirsən, Timu sənin bu əməyini yerdə qoymur, sənin üçün hədiyyələri verir. Pulsuz mümkün deyil ki, onu siz əldə eləyəsiniz. Deməli, son addım yaxınlaşırıq dəvət etməyə. Görürsünüz, burada 50 enerji yavaş-yavaş çoxalır. Şans mənə ötürüldü. Məndən sizdən başqasına ötürülərək hədiyyənizi əldə edə bilərsiniz. Tam 170 manatlıq məhsuldu 3-ü. 4-ü. Bu arada mən özüm istifadə edənəm. Artıq il yarımdır alış-verişdə buradan edirəm. Hər alış-verişdə də bir dənə endirim istifadə etmək olur. Onu da istəsəz yoruma yazsaz sizin üçün çəkib izah edə bilərəm. Mallar birbaşa dostlar Çindən gəlir və demək olar ki, trend yoldan da 2 qat ucuz gəlir. Burada dostlar daxil olsunuz. Bax, hər dəfə belə jetonlar qazanırsınız. Məsələn 20 qalıbdır məndə. Buradan WhatsApp üzərindən və yaxud da Telegramdan dostlar dəvət edə bilərsiniz dostlar. Deməli, o nə edir? Siz dəvət etdiyiniz dostunuz deməli buradan daxil olur, yeni hesab yaradır və salam. Yəni bu qədər asandır. Ən azı 30 nəfər dəvət etmək lazımdır. Burada indi 10 nəfər, 5 nəfər dəvət edirlər, deyirlər ki, qaqa bu alınmadı. Əlbəttə ki, alınmaz. 5 nəfər üçün də yaxı burada limit var. Ən azı 30 nəfər. Yəni çox eləmək sizin üçün xeyirlidir, çünki daha şansınız bol olar. Ola bilər ki, siz dəvət edəsiniz, o da girər, görərsiniz ki, hə bu alınmadı. Alınmamaq səbəbi odur ki, dostlar, həmən insan artıq qeydiyyatdan keçibdir. Siz yeni müştəri gətirməlisiniz, abunəçi gətirməlisiniz. Timu istifadə etməyən insanlara dəvət eləmək olar. Məsəl üçün, mənim WhatsApp-da mənim 300
350 nəfər nömrəm var, kontaktım var da, yəni. Məsələn 10-30 nəfəri mənim üçün elə çətin olmadı. 350 nəfərin içində demək olar ki, hamısı WhatsApp-ı varsa da internetdə var da, yəni girib oradan yükləyə bilər. 350 nəfərin hamısı Teams istifadə etmirdi ki. Sizdə də onun kimi, yəni rahatlıqla və gözsüz məndə 1% qalır. O 1% də 30 nəfərdir. Ya bu da sizi mən anlatmıram. Ay 1% az demək deyil. 1% 30 nəfərdir. Nədir odur? Sonra deməsiz ki, yəni düz demədim. Burada da dostlar, bir çox insanlar pulsuz hədiyyə qazanır, əlbəttə ki. Burada da dostlar, bax, kimlər ki hal-hazırda qazanıb, onları sizə göstərdiyi. Məsəl üçün, yuxarıda da dəvət etdiyiniz insanlar var. Bir dostunu dəvət edir, enerji artsın. Minimumda 30 nəfər olmalıdır. Dostlar, bu qədər videonun altında linkdə olacaq. Bir də yorumlarda inşallah olacaq. Əlavə suallar üçün yorumlara yaza bilərsiniz. Oldu. Bəyənməyi, abunə olmağı unutmayın. Çox sağ olun. Allah razı olsun.